Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugünkü videomuzda Rəsul Rızanın Qızılgül olmayaydı poemasını təhlil edəcəyik. Bu əsər qəbul imtahanlarında qarşılaşa biləcəyiniz vacib mövzulardan biridir. Mövzunun təhlilinə keçid etməzdən öncə Telegram kanallarımız və ödənişsiz dərslərimiz haqqında məlumat vermək istəyirəm. Belə ki, kanallarımızda mövzu izahları, konspektlər, testlər və digər faydalı materiallar mütəmadi olaraq paylaşılır. Siz bunları əldə etmək üçün şərhlər hissəsində buraxmış olduğum link vasitəsilə keçid edə bilərsiniz. O cümlədən də ödənişsiz dərslərimiz üçün 070 327 97 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçid edək mövzumuza. Deməli, Qızılgül olmayaydı poeması epik lirik növdədir. Dediyim kimi poema, yəni poema janrındadır. Sərbəst şeir şəklindədir, nəzmlə yazılmışdır və repressiya dövrünün keşməkeşləri qələmə alınmışdı. Burada repressiyaya məruz qalmış ziyalıların faciəvi taleyi cəmiyyətdə dərin izlər açmış, xalqın yaddaşında ağır yaralara çevrilmişdi. Əsər xeyli əvvəllər yazılmışdı, amma 1963-cü ildə çap olunubdu. Buna səbəb isə siyasi iqlimin biraz da olsa yumşaması ilə əlaqədar idi. Əsər repressiyanın günahsız qurbanı olan Mikail Müşfiqə həsr olunmuşdu. İndi əsər təhlil etdikcə daha da aydın olacaq hər bir məqam sizin üçün. Gecə qapım döyüldü. Görəsən kimdir gələn? Kimsən? Mən. Baxın, burada dialoqlar var və obrazlar da var. Bəzən testlərdə bildirilir ki, poemada obrazlara yer verilməmişdir. Xeyr var. Bu Dilbərin nitqidir. Dilbərin kim olduğunu isə birazdan sizin üçün aydınlaşdıracağıq. Açdım qapını, baxdım. Yox, tanımadım. Vahimədən qorxan körpələr kimi çəkildim addım-addım. Bəlkə də işıq sızdı. İllərin o tayından gələn yorğun yolçunu. Belə adi işıqda tanımaq da olmazdı. İllərin o tayından gələn yorğun yolçu dedikdə burada Dilbəri nəzərdə tutur. Dilbər də Mikail Müşfiqin həyat yoldaşdır. Dediyimiz kimi repressiyanın günahsız qurbanlarından biri də Mikail Müşfiq idi və burada Rəsul Rıza Dilbəri nəzərdə tutur. Bu arada biz poemanı Rəsul Rızanın dilindən eşidirik. Yəni burada təhcə edən müəllifdir, Rəsul Rızadır. Başını qaldıranda gözlərin bircə anlıq gözlərinə sataşdı. Elə bil kimsə birdən köhnə tanış kitabın səhifəsini açdı. Yəni Dilbəri görür, tam olaraq tanıya bilmir. Yenə qapandı kitab. İndi qoçaqsan, buyur. 1001 varaq içindən o bir səhifəni tap. Yəni bu qədər şəxsin içərisindən indi gəl, sən onun kim olduğunu xatırla. Salam, buyurun. Əynində nimdaş palto, başında bir nimdaş şal. Nə ipəkdir, nə yun. Burada Dilbərin xarici görünüşü təsvir olunur. Nimdaş deyiləndə köhnə nəzərdə tutulur. Deyir, əynində köhnə palto, köhnə şal. Yəni bunlar nə ipək idi, nə də yun. Saçları ağ, illərlə bağlı sandıqda qalıb, şəfəqlərini itirmiş, adicə gümüş kimi. Saçlarını isə nəyə bənzədir? Sandıqda qalmış, şəfəqini itirmiş, yəni curluğunu, işığını itirmiş bir gümüşə bənzədir. Gözlər cüt qara ulduz quyuya düşmüş kimi, gözləri isə dərindədir, quyuya düşübdür deyir. İzin verin, mən asım. Dilbərə deyir ki, paltonu ver, mən asım. O isə deyir, yox, özüm asaram. Özü asdı paltonu. Sonra da aram otağa göz gəzdirdi. Birdən üzümə baxdı. Dodaqları titrədi. Elə bil oyuncağı qırılmış uşaq kimi hıçqırıb için indi ağlayacaqdı. Rəsul Rıza Dilbəri bir uşağa bənzədir və ona baxdıqda sanki indi oturub hıçqıra ağlayacağını hiss edir. Biraz keçdi, toxtadı, yəni özünə gəldi. Xəfif, kövrək təbəssüm qondu dodaqlarına. Bu zaman xatiratın dolaşıq yollarında bir fanar yandı, söndü. Bir anlığa nə isə bu aydınlıq içindən mənə əziz göründü. İllər qanırıldı geri. Artıq köhnə xatirələri burada xatırlamağa başlayırlar, yad edirlər. Xatirələr illərin ardından aşdı gəldi. Yaddaşımın yolunu gəzib dolaşdı gəldi. Qara saçlar, həzin, qəmli baxışlar, bir də o saçların kölgəsində titrəyən, səni oxşayan, sənə sevgi dastanı deyən əllər, onun əlləri. Burada Dilbəri nəzərdə tutur. Bir uşaq kimi kövrək o bədbəxtin əlləri, yəni Dilbərin əlləri. Tanıdınızmı dedin? Tanıdım. Bu sən idin. Onun Dilbəri, yəni Müşfiqin Dilbəri. Baxdım sənə, bilmirəm, bir saat ya da bir an həyəcanla, heyran səsimizi eşitdi.
Tez gəldi şairə də. Şairə burada həyat yoldaşını Nigar Rəfibəylini nəzərdə tutur. Görəndə səni birdən yerində dondu qaldı. Sonra da qollarını sınıq bir budaq kimi sənin boynuna saldı. Burada yəni Dilbərlə Nigar Rəfibəylinin görüşdüyünü, bir-birini qucaqladığını təsvir eləyir. Üzünü tutdu yana, bütün vücudu əsdi. Sən də qoşuldun ona. Elə bil göz yaşları sözün yolunu kəsdi. Artıq onlar söhbət eləmirlər, sadəcə ağlayırlar. Töküldü damla-damla, dərd nələr etmir adamla. Handan hana elə bil nitqi özünə gəldi. Yəni bir müddət sonra artıq onlar özlərinə gəlirlər. Xeyli baxdı gözünə. Xoş gördük Dilbər dedi. Nigar Rəfibəyli, bu onun nitqidir. Daha sonra, axı o da o sərt boranda qarda yollarına əbədi hicran gölgəsi düşmüş, o kədərli, qorxulu, ümidli uzaqlarda bizimlə həm sevincdir, həm kədər, həm söhbətdir. Yəni burada deyir ki, biz o köhnə xatirələri belə deyək ki, xatırlayır və deyir ki, o qədər kədərli bir dönəmimizdə Nigar Rəfibəyli də onlara həm sevinç, həm kədər, həm söhbət olubdu. Bütün hadisələrin belə deyək şahidi olubdu. Gəl əzizim dedi, gəl. Ömrün vəfası budur. Gəl, otur. Çöktü aralığa dərin bir sükut. Nəhayətsiz, zamansız bir sükut. Aciz bir düşman kimi mərhəmətsiz, amansız bir sükut. Ah, bu sükutun dili yansın. Yandırır bir köz kimi, yandırır bir nadan ağzından çıxan söz kimi. Deməli, ətrafa bir sükut çökür, amansız bir sükutdur. Heç kəs danışmır və bu sükut Rəsul Rızanı nəyi var narahat edir. Hətta burada çox gözəl bir bənzətmədən də istifadə edir. Deyir, yandırır bir nadan ağzından çıxan söz kimi. Yəni, hər hansı bir nadanın ağzından çıxan o, belə deyək ki, pis sözlər insanı necə yandırıb yaxırsa, ortamda var olan bu sükutda hal-hazırda Rəsul Rızanı o şəkildə incidir. Əlimi oda tutub mən, saxlaya bilərəm bir neçə an, çəkmərəm əlimi qızmar alovdan, dişlərimi qıcıyaram, nə qədər göynəsə yaram, nə qədər bərk ağrısa, yenə 1-2 saniyə qısıb nəfəsimi, çıxarmaram səsimi. Lakin belə sükuta nə tabım var, nə tavanım, nə qərarım. İndi burada deyir ki, yəni ortamda olan bu sükut onu o qədər incidir ki, bunu bu şəkildə təsvir edir. Deyir ki, əlimi odda tutub saxlaya bilərəm. O qızmar alovun içərisindən əlimi çəkmərəm, dişlərimi qıcıyaram, amma özümü saxlayaram. Yaram ağrısa da, göynəsə də, nəfəsimi tutaraq səsimi çıxarmaram. Lakin bu ortamda olan sükuta mənim gücüm çatmır, tabım yoxdur. Yəni o qədər şeyə dözərəm, amma bu sükuta dözə bilmərəm deyir. Elə bil ki, bil-dil ötür hər hüceyrəmdə göz-göz açılmış yaralarım. Bir sözdür, heç olmazsa məni məzəmmət elə, danla. Yəni xahiş edir ki, artıq danış, mənə bir sözdür, məni danla. Qurtar nigarançılıqdan, mərhəmət elə, gözlərində nifrət görüm, sözlərində hiddət görüm. Belə deməsində səbəb nə idi? Çünki o dövrdə repressiyaya məruz qalmış şəxslərin ətrafındakı şəxslərdən belə deyək ki, imzalar toplanılırdı. Elə bunlardan biri də repressiyaya məruz qalmışlardan biri də Mikail Müşfiq idi və onun ətrafındakı olan şairlərdən də imza toplayırdılar. Müəyyən ittihamlar yüklüyürdülər həmin şəxsin üzərinə, şairin üzərinə və digər şəxslərdən də imza toplayırdılar ki, bunu sürgün eləsinlər və yaxud da edam eləsinlər. Və həmin şəxslər də məcbur qalırdılar bu imzanı atmaqda. Çünki eyni hadisələrin ya öz başlarına, ailələrinin başına gəlmə ehtimalı var idi. Bu səbəbdən də qorxub bu yola əl atırdılar. Düzdür, Rəsul Ruzanın o imzalar içərisində imzası yox idi. Amma Mikail Müşfiqin arxasınca getmədiyinə görə bir növ özünü günahlandırırdı. Bu səbəbdən də deyir ki, məni danla, mənə nifrət et. Yəni o hiddəti sənin sözlərində görüm deyir. Dayanma belə məlul, ümidsiz yollara. Göz dikən kimi qəzəbini yığ, yumrula, bük ən acı, ən amansız sözlərə, at üstümə bir daş kimi, sanc bağrıma tikan kimi, bir şillə kimi vur. Yəni zəhərli sözlərini bir növ deyir ki, üstümə axıt. At üstümə qom-qom, dəstə-dəstə, ancaq bu sükutu kəs. Bircə din, yoxsa nadir hədiyyəm bu yanıqlı sükutdur. Budur qəmli yollardan keçib gətirdiyin, susursan. Yəni deyir, o qədər yol gəlmisən, buna susmaq üçün gəlmisən, mənə hədiyyən bu sükutdur deyir. Ondan mənə qulaq as, qınama gəl, söhbətim dağınıq olsa biraz. Belə ki, sən susursan, o zaman mən danışaram deyir Rəsul Rıza və deyir ki, söhbətim biraz dağınıq ola bilər, amma məni qınama, xahiş edirəm.
Bakıya yenicə gəlmişdim. Yenicə işə düzəlmişdim. Artıq köhnə xatirələrə biz səyahət edirik. Yenicə işə düzəlmişdim. Başımda kənd havası, bir də hər riyadan uzaq gənclik sevdası. Biz onunla tanış olduq bir yaz səhəri gənc işdə. Bu hissəyə diqqət yetirmək lazımdır. Onlar yaz vaxtı, yaz fəslində tanış olurlar. Harda tanış olurlar? Gənc işçidə tanış olurlar. Tez məhrəm oldu bir-birinə, könlümüzün gözü də, qəlbimizin içi də. Masamın yanına gəldi, əlini uzatdı. Mikail Müşfiq sonra əlavə etdi. Qoçaqsan, qafiyə tapsan. Dedim, ağır olur bu yük. Uğundu getdi bu qəribə gözlənilməz qafiyəyə. Mikail Müşfiqlə burada dostlaşırlar gənc işçidə. Mikail Müşfiq ona yaxınlaşıb deyir ki, qoçaqsansa indi qafiyə tap. O isə cavabında ağır olar bu yük deyir və bu onun xoşuna gəlir, bu qafiyə xoşuna gəlir. Daha sonrasında isə yoldaşlarına qoşulur, gedir. Yəni Mikail Müşfiqlə Rəsul Rza birlikdə getmir. O ayrıca öz yoldaşlarına Mikail Müşfiq qoşulur, gedir və beləliklə də deyir ki, dostluğumuz başladı. Sonra da illər boyu bu dostluğu şeirin səsi, şeirin nəfəsi, şeirin duzu bərk etdi. Dostluqlarının bu qədər möhkəm olması və uzun müddətli olmasının səbəbi nə idi? Deyir, şeir idi. Şeirin səsi, nəfəsi, duzu idi. Biz ayrılmadıq deyir. Bahar oldu, qış oldu. Gün oldu, yağış oldu. Qulaq as bacım, qulaq as. Qəmli söhbət gileysiz olmaz. Sinəmdə qövr edən qubar, dolu olanda ürək deyib boşaldasan gərək. Yəni ürəyində o qədər sözlər var ki, artıq onları boşaltmaq istədiyini dilə gətirir. Tanışlığımız bir yaz səhəri oldu. Dedik ömrümüz nurlu səhər olacaq. Bunu Mikail Müşfiqlə özlərinə deyirlər ki, yaz vaxtı yəni tanışdıq. Ömrümüz də nurlu olar yəqin ki. Nə bilək ki, baş alıb gedən illərdə elə günlər gələcək, yediyimiz içdiyimiz ağu zəhər olacaq. Baxın, bu ifadəni Mikail Müşfiqlə bir-birinə demirlər. Bu hissə sadəcə Rəsul Rzaya aiddir. Yaşanılanlardan nəticə çıxararaq artıq deyir ki, biz hardan bilə bilərdik ki, yediyimiz, içdiyimiz ağu zəhər olacaq. Cibimiz puldan azad, könlümüz qəmdən. Yəni deyir ki, kasıb idik, amma yəni könlümüz də qəmdən uzaq idi. Mən onun axıcı şeirindən həzz alardım, o mənim xalları bərkiməmiş nəğməmdən. Rəsul Rza burada Mikail Müşfiqin şeirlərini öz şeirlərindən daha üstün gördüyünü bir növ ifadə edir və onun şeirlərini daha axıcı adlandırır. Öz şeirlərinin isə tam olaraq formalaşmadığını bildirir. O hamıdan sadə idi, hamıdan açıq ürək, uşaq kimi inanan, yetim kimi kövrək, dilində idi çox zaman acığı, qəzəbi. Həm bədəndən zəif idi, həm də xeyli əsəbi. Gah görürdün kəskin odlu sözü ilə rəqibin dağladı. Gah görürdün bircə sözdən qısılıb bir bucağa xısın-xısın ağladı. Hərdən qızıb bircə tikana görə bütün bağı söyərdi. Hərdən saxta bir gülüşə inanar, bədxahını öyərdi. Dosta sadiq, ülfəti yumşaq idi. Nə deyim, necə deyim, yaşlı bir uşaq idi. Bu hissəyə kimi indi diqqət yetirək. Burada Mikail Müşfiqin belə deyək, xarakterini bizə təsvir eləyir. Deyir ki, açıq ürək idi, uşaq kimi hamıya inanan və kövrək birisi olduğunu dilə gətirir. Amma yeri gələndə də, yəni əsəbləşəndə, acığı tutanda hamısını da dilə gətirərdi. Bədən olaraq zəif olduğunu burada bizə göstərir. Eyni zamanda dediyimiz kimi kövrək olduğu qədər də xeyli əsəbi olduğunu bildirir. Əsəbləşəndə yeri gələndə rəqibini dağlardı. Bəzən də elə olurdu ki, bircə dənə sözə uşaq kimi bir kənarda çəkilib, hönkür-hönkür, xısın-xısın ağladığını deyirdi. Hətta deyirdi ki, hərdən qızıb bircə tikana görə bütün bağı söyərdi. Yəni bir balaca şey onu incidəndə bütün hamını söyərdi. Amma bəzən də deyir ki, bir saxta gülüşə aldanar və bədxahını öyərdi. Dosta sadiq idi, ülfəti yumşaq idi. Bu qədər belə deyək ki, onun xüsusiyyətini, onun xarakterini çox gözəl bir şəkildə bənzətməklə sonlandırır. Deyir ki, sanki yaşlı bir uşaq idi. Böyük olsa da uşaq kimi xarakteri xüsusiyyətlərə sahib olduğunu, qəlbinin təmiz olduğunu, kövrək olduğunu ifadə edir. Tez-tez şeir oxumağa, görüşlərə gedərdi. Zavoda, ya məktəbə, qəsəbəyə, kəndə. Deməli, şeir oxumaq üçün hara gedirlər? Zavoda, məktəbə, qəsəbəyə və kəndə gedirlər. Salon susub durardı, alovlu misraları o məclisə tökəndə oxutar. Səni kim unudar? İndi bu sözləri ona desək yeri var, səni kim unudar?
Deməli, onlar salonlara gedər, öz şeirlərini oxuyardılar. Mikayıl Müşfiq deməli məclisdə oxutar şeirini səsləndirir. İndi isə artıq deyir ki, səni kim unudar? Bu ifadəni Mikayıl Müşfiq üçün Rəsul Rza səsləndirir. Gözlərini yumardı. Belə Şakəri vardı. Şakəri, yəni adəti, vərdişi var idi. Belə bir vərdiş idi ki, o şeir oxuyanda gözlərini yumardı. Oxuyardı əzbərdən, bir kəlməsini çaşmadan, heyran qalardı adam. Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş, nə ağac dallarında bir yaşıl yarpaq olmuş. Burada deməli biz Mikayıl Müşfiqin digər bir şeirini, Gecə düşüncəsi şeirini görürük. Baxın, əsərdə, poemada Rəsul Rzanın şeirlərinə yer verilmişdir. Oxutar və Gecə düşüncəsi Rəsul Rzanın şeiridir. Bu şəkildə qeyd olunsa, bu yanlışdır. Əsərdə Mikayıl Müşfiqin şeirlərinə yer verilmişdir. Biz hal-hazırda onun ixtisarla formasını oxuyuruq. Orijinal versiyası deyil bunun. Və biz burada sadəcə Oxutarla Gecə düşüncəsi şeirini görürük. Bununla yanaşı bir neçə şeirləri də əsərdə verilmişdir. Sadəcə siz onu görmürsünüz. Dediyim kimi bu ixtisarlı olan versiyasıdır. Bu da işarələdiyim hissə Gecə düşüncəsi adlı şeiridir və bu bütün şeirlərini deyir ki, Mikayıl Müşfiq necə oxuyardı? Əzbərdən, gözlərini yumaraq, bir kəlməsini də çaşmadan deyərdi. Ahəngi axıcı, sözləri aydın idi. Bəlkə o belə şair olmazdı. Bu xalq, bu torpaq, o yaşıl yarpaq, o aydın səhər, bir də sən dilbər, bir də sən olmasaydın. Artıq burada görürük ki, onun gözəl şair olmasına səbəb xalq, torpaq, yarpaq, səhər və bir də dilbərin olması idi. Yəni bunu əsas ünsürlərdən biri hesab eləyirdi. Bunları əzbərləmək lazımdır, ona görə diqqətlə yanaşın. Sevirdi onu məktəbli də, kəndli də, fəhlə də. Bugün olmuş kimi gözümün qabağındadır. Hələ də bir şeir gecəsi. O şeir oxuyandan sonra bir qoca səhnəyə qalxdı. Yanaşdı ona, gözlərinə xeyli baxdı. Sonra bastı bağrına onu. Dedi, sağ ol bala. Əlinin dalıyla sildi, sevincindən yaşaran gözlərini. Təkrar etdi onun sözlərini. Oxutar, oxutar, səni kim unudar? Biz burada ikinci dəfə eyni şeirin səsləndirilməsini görürük. Birincisi Rəsul Rzanın xatirələrində Mikayıl Müşfiqin ağzından, ikincisi isə qocanın, belə deyək ki, dilindən eşidirik. Yadımdadır, pəncərəsi döşəmədən bircə qarış yuxarı bir otaq, əl vuranda qulun kimi qışqırırdı qapıları, divarları çopur-çopurdu. Burada deyir, əl vuranda qulun kimi qışqırırdı qapıları, yəni qapılar o xarab olanda necə səs çıxardır? Cızıltı kimi bir səs çıxardır insanı narahat edən, onu nəzərdə tutur. Divarlarda çopur-çopur idi, yəni uçuq-tökük idi. Küçədə yürsələr, suvağı parça-parça qopardı. Yəni Allaha əmanət bir ev idi, belə deyək. Bir dənə külək əsdə evi uçuracaq bir vəziyyətdə idi. Töküntülü bir ev idi. Qapısı qara cəftəli, oturardıq otaqda. O dəli, mən dəli. Bəzən də ta sübhə kimi şeir oxuyardıq. Yəni sabaha qədər o evdə oturub şeir oxuduqlarını deyir. Məzəli-məzəli, o dəli, mən dəli. Ruzumuz yaxşı gündə bir parça dağlı çörəyi, bir tikə xaçbulaq ətirli Gəncə pendiri. Çəkməmizdə bağ yerinə adiz və kəndiri. Gördüyünüz kimi deyir ki, çəkməmizdə bağ yerinə nə ilə bağlayırlarmış çəkmələrini? Zivə kəndiri ilə, adi bir zivə kəndiri ilə bağladıqlarını deyirlər. Mən deyirdim, o deyirdi. Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan. Baxın, yəni deyir ki, Füzulidən, Nədimdən, Puşkindən oxuyurlar, Bayrondan, Sabirdən, Natəvandan oxuyurlar sabaha qədər. Bu adları mütləq şəkildə yadınızda saxlayın. Başımızın üstündə qapaz kimi sallanmış tavan, çay kəmşirin, yəni adi şəkərləri belə yox imiş, çörək yavan. Qısaca kasıb belə deyək ki, ömür sürüblər. Kağızlar qom-qom, top-top, gözlərimiz zilli varaqlara, miz üstünə. Artıq burada görürük ki, onlar nəsə yazırlar, tərcümə eləyirlər. Lermontov, Deman, Tamara, bir də Ruhullah, Qrex, Günah, Qreşnik, Günahkar, Sonum, Güruh, Duh, Ruh. Burada deməli Lermontovun Demon əsərini tərcümə eləyirlər. Dil açıb türkcə danışdıqca iblis, uşaq kimi əl çalır, atılıb düşürdük biz. Yəni başqa bir söz tapıb onun tərcüməsini eləyəndə uşaq kimi atılıb düşdüklərini, sevindiklərini dilə gətirir. Bir axşamüstü vədələşdik, ayrıldıq. Sabah gəldi, o gəlmədi.
Deyir sağollaşırıq, amma sabah olur, amma o gəlmir. Xilaf çıxdımı vədəyə, fincandakı çaydan burula-burula qalxan buxar kəsildi, o gəlmədi. Fincandakı deyir çay soyudu, amma o gəlmədi. Pəncərədən düşən işıq divardan indi döşəməyə, o gəlmədi. Artıq günəş deyir batdı, yəni qaranlıq düşdü, amma o gəlmədi. Sinəmdə ürək başladı üşüməyə, o gəlmədi. Fikirlərim pırtlaşdı, oldu düyün-düyün, o gəlmədi. Gözlərim qapıda qaldı, gözlədim bütün günü, o gəlmədi. Qaranlıqda qərq oldu qəlbimdəki ümid, giley, intizar, o gəlmədi. Evinizə getmədim. Buna nə ehtiyac var? Gecə yoxa çıxanları gündüz kim axtarırdı? Baxın, bu hissə sizə bayaqları dediyim hissədir, vurğuladığım hissədir. Hansı ki Dilbərə deyirdi ki, məni məzəmmət elə, danla. Sözlərindəki o hiddəti eşidim, gözlərindəki o nifrəti görüm. Bunu deməsində səbəb nə idi? Özünü günahkar bilməsi idi Mikail Müşfiqin aparılmasında. Çünki o onu belə deyək axtarmamışdı. Burada da artıq onun ağzından eşidirik ki, evinizə getmədim, buna nə ehtiyac var? Çünki gecə vaxtı aparanları gündüz kim axtarardı? O gəlmədi demək, gələ bilmədi. Bunu anlamaq çətin değildi. Neçə-neçə ananın bir gecədə düz qaməti əyildi. Gedənlərin neçəsi axşam evində yatıb, gecə getdi. Gedənlər bilir, gedən gedəndə necə getdi. Yəni o aparılanların vəziyyətini sadəcə özləri bilir. Burada bunu ifadə edir. Bircə anda yoldaşdan dönüb vətəndaş oldular. Yəni aparılanların yoldaşdan dönüb vətəndaşa çevrildiyini bildirir. Cavanlar vardı ki, qaynar suya düşmüş çiçək kimi soldular. Baxın, burada çox gözəl bir bənzətmə yaradılıbdır. Poemanın demək olar ki, ən gözəl hissələrindən biridir və bütün poemanı bir bənzətmə ilə belə deyək ki, pik nöqtəyə qaldırır. Deyir, cavanlar vardı ki, qaynar suya düşmüş çiçək kimi soldular. Qocalardan nə deyim, əydilər əyim-əyim. İndi isə keçid eləyək onun təhlilinə. Artıq qeyd edildiyi kimi ötən əsrin 60-cı illərində SSR adlanan imperiyada siyasi iqlimin az da olsa yumşalması ədəbiyyatda repressiya ilə bağlı bədi əsərlərin yaranmasına, olub keçmişlərə həqiqət mövqeyindən münasibət bildirilməsinə imkan yaratdı. Qeyd etdiyim kimi başda da əsər xeyli əvvəllər yazılsa da 63-cü ildə, yəni 1963-cü ildə çap olunur. Buna da səbəb nə idi? Siyasi iqlimin biraz da olsa yumşaması idi. Rəsul Rızanın Qızılgül olmayaydı poeması da belə bir şəraitdə çap olundu. Əsər repressiyanın günahsız qurbanı olan Mikail Müşfiqə həsr edilmişdir. Baxın, Mikail Müşfiq obrazı yaradılmayıbdır bu əsərdə. Sadəcə Mikail Müşfiqə həsr olunubdur və biz onun Rəsul Rızanın xatirələrində görürük. Burada obraz olaraq biz Dilbəri gördük, onun həyat yoldaşını və Rəsul Rızanın həyat yoldaşını Nigar Rəfibəylini gördük. Amma Mikail Müşfiq yox idi burada. Lakin müəllif məsələyə çox geniş anlamda yanaşmış, əsərdə totalitar rejimin qeyri-insani siyasətini ifşa etmişdir. Bu cümləni əzbərləyin. Müəllif həmçinin bu mövzuya müraciət etməsinin səbəblərini açıqlamış, bunun daha çox vicdani iş olduğunu göstərmişdir. Poemada müəllif təhkiyəçi kimi çıxış edir. Yəni Rəsul Rıza təhkiyəçi kimi çıxış edir. Onun ağzından eşidirik bütün hadisələri, o nəql edir. Olmuş hadisələri, keçirdiyi təzadlı duyğu və düşüncələrini o Dilbər xanıma müraciətlə danışır. Müəllifin səmimi etirafları, özünə məzəmmət, özünü günahlandırmaları bəzən oxucu üçün gözlənilməz olsa da bunları diqqət və həssaslıqla qarşılayır. Gənc Müşfiqin obrazı da müəllifin dilə gətirdiyi xatirələr əsasında yaranır. Bayaqları vurğuladım bunu. Onların tanışlığı dostluğa çevrilir. Daha sonra isə əziyyətli və fərəhli yaradıcılıq günləri bir-birini əvəz edir. Müşfiqin sadəliyindən, səmimiliyindən, kövrəkliyindən ürək dolusu danışan müəllif onun şeir məclislərindəki çıxışlarından, xalq tərəfindən məhəbbətlə qarşılanmasından və sevilməsindən söhbət açır. Müşfiqin şeir, sənət aşiqi olduğuna, bir sənətkar və insan kimi böyüklüyünə oxucuda inam hissi daha güclənir. Xalqın keçmişinə, mütərəqqi ənənəyə sıx bağlı olan Müşfiqin yeni, mübariz, milli poeziya uğrunda narahat axtarışları barədə dolğun təsəvvürün yaradılması poemanın təsir gücünü 1-ə 5 artırır. Vədələşib ayrılan dostların növbəti görüşü gərgin iş günü baş tutmur.
Əsərdə bunu gördük, müşfiq gəlmir. Poemanın bu səhifələri müəllifin keçirdiyi ağır hiss və düşüncələri əks etdirir. Repressiya dövrünün sərt üzü, istedadlı, yaradıcı insanların işgəncələrə məruz qalması, məhv edilməsi konkret adlar çəkilməklə nəzərə çarpdırılır. Orijinal versiyasında repressiya dövrünün sərt üzünə məruz qalmış şairlərimizin adlarını Rəsul Rza böyük bir cəsarətlə qeyd eləmişdi, amma biz onu bu ixtisarlı olan versiyasında görmürük. Beləliklə poemada oxucunun inamını qazanan, onunla səmimi ünsiyyət yaradan müəllif obrazda formalaşmış olur. Dilbər obrazı ilə bağlı deyilən bir neçə cümlə onun haqqında aydın təsəvvür yaradır. Nimdaş palto, rəngi solmuş paltar, vaxtsız ağarmış saçlar, quyuya düşmüş gözlər, hər an ağlamağa bəhanə axtaran bəxtsiz qadın. Bu repressiya qurbanı olan minlərlə ziyalının, yaradıcı insanın ömür gün yoldaşının taleyi idi. Bəli, Dilbər ümumiləşmiş bir obraz idi. Hansı ki, repressiyaya məruz qalmış, belə deyək ki, şəxslərin, həyat yoldaşlarının ümumiləşdirilmiş bir obrazı idi. Əsər 1963-cü ildə çap olunsa da xeyli əvvəl yazılmışdır. Bu illər şairin yaradıcılığında yeni mərhələ sayılır və o, novator sənətkar kimi diqqət mərkəzində idi. Bu baxımdan da poemanı həmin dövrün ən yaxşı əsəri kimi dəyərləndirmək olar. Şairin özəl bədii sənətkarlığı əsərin quruluşunda, dil və üslubunda, məcazlar sistemində aydın duyulur. Poemanın forması keçmişə qayıdış və baş vermiş olayların müəllifin dili ilə canlandırılması məzmuna güclü emosional ovqat yaratmışdır. Bəli, baxın bu hissəyə diqqət yetiririk. Poemanın forması keçmişə qayıdışdır. Başqa hansı əsərimizdə, hansı poemamızda biz bunu müşahidə edirik, onu şərhlər hissəsində yazarsınız. Təhkiyəçi bəzən ona ağır olsa da ürəyini boşaldır, lakin bir anda da olsa əsas mətləb, məqsəd unudulmur. Baxın, bu hissəyə diqqət yetirin. Testlərdə deyilə bilər ki, burada təhkiyəçi əsas mətləbdən uzaqlaşır, unudur məqsədini, amma xeyr, bu şəkildə deyil. O nə qədər hisslərini danışsa da, boşaltsa da, əsas mətləbdən və məqsəddən uzaqlaşmır. Bütün deyilənlər bir nöqtədə birləşir. İnsanlığa qarşı cinayət işlənilmişdir. Şair sərbəst şeirin dilimizin zəngin imkanlarından istifadəyə mane olmadığını hər səhifədə nümayiş etdirir. Cəmi bir neçə kəlmə yaxud bir-iki misra təkrarsız bədii lövhə yaratmaq böyük bir fikri ifadə etmək üçün kifayət edir. Dosta sadiq, ülfəti yumşaq idi, yaşlı bir uşaq idi, uşaq kimi inanan, yetim kimi kövrək, pəncərəsi döşəmədən bircə qarış yuxarı bir otaq və s. kimi. Əsərdə xalqımızın taleyində qara ləkə olan amansız repressiya dövrünün eybəcərlikləri ifşa olunur. Günahsız, saf qəlbli, xalqını, vətənini sonsuz məhəbbətlə sevən Mikail Müşfiqin və onun kimi yüzlərlə, minlərlə yaradıcı insanımızın xüsusi amansızlıqla məhv edilməsi barədə oxucuda aydın təsəvvür yaradılır. Bu deyilənlər poemanın ideyaca zəngin olduğunu təsdiq edir. Mövzunun təhlili bu qədər idi. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Faydalı olduğunu düşünürsünüzsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərhlər hissəsində öz fikirlərinizi bildirməyi unutmayın. Növbəti dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.